deyirəm, heç olmasa 5-ci gün gəlsəydi, gedib yeyib içərdik. Hə. Səhərdən işləm yox, başqa elə bir işim yoxdur. Bir-iki dənə tələbə gəlməlidir, imtahan götürməliyəm, güya. Hə. Birazdan çəkilişim var, hə. Qaqan Ulduz deyir, sən nə danışırsan? Televiziyadan gəlmədilər, intervyu verməliyəm. İntervyu yox, bənə, intervyu. Fərqi nədir? Bəyan bir qoca kişi gəlib. 70 yaşı var. Deyir, ipoteka götürmək istəyirəm. Deyir, Maxsakal, bu 70 yaşında nə edirsən ipotekanı? Deyir, ölüb gedəndən sonra nəvələrimə zülüm eləmək istəyir. Hə. Hə də, baba var, nəvəsinə miras qoyur, gedir. Zberkiniş qazat qoyur, gedir, bu da belə, hə. Nəysə, onda axşam... Bir dəqiqə. Gəliblər. Hə, yaxşı. Hə. Axşam onda işdən çıxanda zəng eləyirəm. Sağ ol. Gəl görüm kimdir orada. Salam Melek. Salam, nene. Hoş gəlmişsiniz. Buyurun, əyləşin. Bu otaq olacaq da mənimki, hə? Yox, bundan da yeki olacaq. Oturun, görüm, hələ bir imtahan, sorğu-sual eləməliyik. Biz görək, nə var, nə yox, biliyinizi yoxlamalıyam mən, yoxsa gələn kimi otaq. Azərbaycanda neçə bank var? Azərbaycanda 40 bank var. Neçə? Mən sizi başa düşdüm. Bir bank. O da hansıdır? O da mən işləyən bank olacaq. Ay, sağ ol. Keçirik ondan da daha qəliz suallara. Bakıdan Londona pullar necə perivod olunur? Necə perivod olunur? From to London, Baku. Düz elədim. Demədim, tərcümə ilə perivod. Deyirəm ki... Perivod Azərbaycanın tərcümədir də. Hə, yaxşı. Dünyanın hansı yerində istəyərdiniz ki, bizim bankın filialı olsun? İstəyərdim ki, Almaniyada olsun. Niyə? Bilirsiniz, Almanlar məsuliyyətlidirlər, götürdükləri krediti vaxtında ödəyirlər. Özdə Almaniyada bilirsiniz, kredit maşına illik 3%'dir. Vot qoyulmayan suala cavab vermək lazım deyil. İnformasiya üçündür. Lazım deyil burada cəmaata ayırtmaq ki, orada neçəyəli maşın götürəndə faiz ya burada lazım deyil. Bilirəm ona görə. Yaxşı, biraz qalıcılaşdırmaq istəyirəm. Belə bir sual. Binar seçim modelləri haqqında və ya neoklasik iqtisadiyyat haqqında ya daha doğrusu mikromaliyyələşdirmənin devalivasiya necə təsir etdiyi barədə bu barədə nə deyə bilərsiniz? Siz öz dediyinizə inanırsınız. Mən sual verirəm. Mənim ağzımda bir şey söyləyir. Heç mi? Sizin bankın təhkikçisi Əlövsət müəllimin qaynatası mənim qaynatamın xalası oğludur. Əşi, səni Allah saxlasın. Bunu səhərdən gəlmişsən dinləmdə. Ki, bəs belə. Xoş gəlmişsən. Səfa gətirmişsən. Çox sağ olun. Gəl otur burada. Ya, nə əziyyət çəkir? Xahiş edirəm, gəl otur burada. Deməli, bu otağı verəcəksiniz də mənə, hə? Əşi, bundan da qəşəngin. Allah öyrətsin. Mən də qəliz suallar verirəm. Amma indi mən sənə daha qəliz suallar verəcəm. Kamera var otaqda. Diqqətli olun, çox qəliz sualdır. Azərbaycanın milli valyutası. Çox qəliz sualdır. Manat. Manat. Bəs Rusiyanın? Rubl. Əşi, sən dahisən. Doğrudan? Sənin yerin New York birjasıdır. Sənin yerin Beynəlxalq Valyuta Fondunun baş ofisidir. Qardaş, sən axı sadəcə olaraq bir sual vermək istəyirəm. Niyə məhz bizim bank? Hə? Bizim bank niyə seçmişsin? Yəqin imicə görə. Nə bilim, Yox, onda perspektivə görə. Yox. Bəs nəyə görə? Metro yaxındır ona görə. Siz metro ilə gəlib-gəlirsiniz də, həm? Belə bir şey... Yox, metro yaxındır ona görə. Yox. Nəsə cavab verməliydim. Siz xalqı fikirləşirsiniz ki, onlar bizim banka rahat gəlib getsinlər. Lap yaxşı. Nə problemimiz var? Güya mən oturmuşam da otağımda, siz gəldiniz. Məşq edirsiniz. Problem yoxdur. Sadəcə olaraq mən indi sizə bir neçə məsləhətlər verməliyəm. Buyurun. Hansını ki, heç bir, belə deyək də, banklarda, heç bir institutlarda, heç bir texnikumlarda ötə bilmir. Məsələn, sabah bir xanım gəldi
kredit götürməyə. Mini yubka, botoks, silikon filan beşmekan. Bu xanıma pul verməlisiniz yoxsa yox? Ona canım da qurban. Yox. O işdən sonra onu başa düşdüm. Mən iş vaxtı deyirəm, gəlib kredit götürməyə. Verirsiniz kredit yoxsa yox? Kredit veririm, sonra qorxuram ki, onun kreditini mən ödəyəcəm. Əksinə, helələrinə kredit vermək lazımdır. Niyə? Niyə? Çünki helələrinin gəliri stabil olur. Bildim kimdən deyirsiniz. Vaxtında gətirib pullarını ödəyəcəklər. Laf ya. Mollalara kredit vermək lazımdır yoxsa yox? Günahdır. Əhsən. Professorlara? 2 qat günahdır. Yox, günah deyil. Sadəcə olaraq mən görməmişəm ki, hansısa bir professor quru maaşla gətirib kredit ödəsin. Və sonda çoban vermək olar kredit çobana yoxsa yox? Çoban yazı yazmağı bilmir. Krediti hardan? Yazı yazmağı nedir? Pul saya bilir ki. Vermək olar. Lazımdır. Lazımdır. Biraz gecikdirəcək, amma buna görə şikayət zada eləmək lazım deyil. Sadəcə olaraq birazdan 1-2-3 aydan sonra qoyunları Qurban Bayramında satıb gətirib pul qaytaracaq. Tak da belə. Bildiyiniz bu qədər. Və əsas Axşam neyini? axşam Hansı kebabxanaya gedək? Axşam haqqında danışmaq istəyirəm sizə. Deməli, bankir özünü məclisdə necə aparmalıdır? Və xüsusən də hansı mahnını oynaya bilər? Bax, belə bir şey deyim də sizə. Yaxşıdır. Mən görmüşəm, bir bankir var, belə oynayır. Amma bu deyil. Bilirsiniz, bankirdə bir aksesuar var. O olmalıdır ki, necə deyim sizə? Nə? Yaxşı, o mahnını istəyirəm özünüz tapasınız da. Hansı? Yaxşı, birini də görmüşəm, o da belə oynayır. Bu da yaxşıdır, amma o deyil. O deyil. Birini də görmüşəm. Bunu qətiyyən oynamaq lazım deyil. Dəqiq. Çox xahiş eləyirəm. Bilirsiniz, gənə deyirəm də, bankirdə bir aksesuar olur ki, o başda yerləşir, ən başda bir aksesuar var. Saat Konstantin Vaşiryondan, kostyum Brioni, galstuk Zegna, köynək Lora Piano, ayaqqabı Stefano Ricci, telefon Vertu, maşındakı Range Rover avtobiyografi. Bax, bunların hamısını əldə eləmək üçün o aksesuar olmalı, o başda yerləşir, lap başda olur o, lap başda. Şapka. Səni Allah saxlasın. Əla, təbrik edirəm, artıq işə başlaya bilərsiniz. Gedə bilərsiniz. Buyur, sizin kabinet o tərəfdə. Sağ olun. Katibə olacaq da. Katibə. Belə olacaq. Çəkiliş qrupası gəlib, göndər gəlsinlər. Bəs mənə niyə xəbər eləmədilər ki, siz gəlmişsiniz, xoş gəlmişsiniz, səfa gətirmişsiniz, həmişə siz gələsiniz. Çox sağ olun. Gəlişiniz də bizim banka, bu darıxdırıcı banka şərəf verdiniz. Çox sağ olun. Buyurun, keçin. Çəkir deyin. Buyurun, əyləşin. Çox sağ olun. Danışdığımız kimi gəldik sizdən müsahibə alaq. Demişsiniz ki, sizdə belə maraqlı, reytingli informasiya var. Bu banklarla bağlı. Bəli. Buyurun. Buyurun. Sənlə bağışlayın. Adam canlı görəndə bomba başqa şeydir. Adam heç belə ağlına gətirmir. Deməli, bizim bank bu yaxınlarda bir kampaniya başlayır.
Bircə dəqiqə, başa düşmədim. Siz öz bankınızı reklam eləmək istəyirsiniz. Mənə reytingli bir şey lazımdır. Bilsəydim elə belə şey də heç gəlməz. Yo, bir dəqiqə. Elə belə şey deyil axı. Bu qeyri-adi bir kampaniyadır. Buyurun. Bu, hələ Azərbaycanda heç bir yerdə tətbiq olunmayan bir kampaniyadır. Kampaniyanın adı nə olsa yaxşıdır. Nə? 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 Qaynana. Bunun neyi reytinglidir? Siz nə danışırsınız? İstənilən şəxs Bəli. gəlib qaynanasının evini girov qoyub, istədiyi məbləğdə kredit götürə bilər. Hə. Sonra da yazıq qaytara bilmir. Siz də qaynanasının evini əlindən alırsınız. Sağ ol. Nə sağ ol. Sonra da yazıq qalır çöllərdə, gedir Zaurun verilişinə. Bunun neyi sağ ol oldu? Əşi, Zaur kimdir, Elgiz kimdir, Mətanət kimdir? Elə ki, qaynananın əlindən evi alırlar. Hə. Qaynana veşlərini götürür, birbaşa kürəkən gedir. Bir ay ərzində onun keçəl başını elə dığ edir ki, kürəkən götürür pulları qaça-qaça gəlir ki, qurban olum. Bu sizin pulunuz, qaytarın mənim Ay Allah. qaynanamı evinə. Ay qardaş, Pisdir. bu sizə maraqlıdır. Sizə maraqlı deyil. Mənə maraqlı sujet lazımdır. Bilirsən niyə? Yox. Verilişin reyting qalsın. Bir də mənim maaşım qalsın. Mən maaşı işləyirəm. Mən reyting aparmasam, mənim maaşım olan... Sakit! Nə oldu? Sizin teatrdandır bu. Nə teatr? Kəsərəm ha! Hə, Ramiz Novruzov, bax gör. Nə Ramiz Novruzov? Nədir? Gəl atma, hə! Qardaş, Atır! Tezəl o faşistə oxşayan qasırvədinən 50.000 kassadan sahib gətirsin. Tezələ! bir dəqiqə başa dön, bir dəqiqə. Doğrudan sizinlə deyil. Deyirəm, mənlə deyir də mən tək gəlməmişəm. Qardaşım, bir dəqiqə deyəm. Ya adinoki vonk! Volk nədir, sən doğuşana oxşayırsan. Bax, var yox. Qoy sözünü gündə bir gəl, bir dəqiqə. Qardaşımsan, başına dön. Bax, hər yer kamera. Qaçarsan deyə. Can, möhtərəm qonağımız gəlir. Bu tərəfini elə. Ana, mən qonaqlığa gəlməmişəm, tezələ! Bu tərəfini elə. Yox, deyirəm möhtərəm qonağımız gəlib çəkiliş gedir. Özdə buradan oğradığımın qəpiyini xərcləyə bilməz ki, belə eləyir. Gəl, bu saat mən sənə biraz pul vereyim. Çıx get, heç polisizlə da demirəm. Ana, tezələ sən gələn beynimi... Deyirəm. Hə. Deyirəm. Nə deyirsən, eysən? Nə deyirsən sən, bu kimdir? Yox, Sus da! Bir yanda deyirəm ki, pulu verməsən neyniyəsiz? Neyniyəsiz? Hə. Şey, başın kəsirəm. Başın kəsəcəksən. Həli. Uy da, sənə min şükür, yarəm. Banki, bana dediyin reyting. Sənin başını bax, bu kameram qabağında belə kəsirlər. Mən də çəkib apar verəm efirə. Manyaksan sən. Daxır, maaş artır, sponsor da artır. Kes qardaş, qadın alırım. Yo, Manyakdır ki bu. Kesin, mənə reyting lazım, mənə maaş lazım. Başır, kes. Kes də. Yum da. Kes də. Hadisələri tələsdirməyək, də gözlə. Qardaşım, Həm işim gücüm var. Tezələ sən gələ! Yanda sən gəlirəm, bir dəqiqə də. Qoy, qardaşım, başıma dönüm. Sən gördüyün Amerikanski kinolarda diye, o girirlər banka, Semleç, Napol, Et Agrableni, zat. Bura Azərbaycan diye, burada nə kino çəkə bilirlər, nə kinodakini həyata keçirdə bilirlər. Gəl belə eləyək. Bu saat katibiyə zəng edirəm. Qəşəng kəkotulu çay. Otururuq, insansan da, dərdləşirik. Mən də sənə cib xərcliyi verirəm, yallah, çık et də. Ala, bu saat sən ətimi doğrayıb, kəkotuya qoyub kabab eləyəcəm ha. Elə qoza da öyle xərcliyi yox, hala. Mənə cib xərcliyi lazımdır, 50.000. Tezlə sən gələ! Qardaş. Sən nə deyirsən, qardaş, yox bey. Sözümü deyim də, bax, sən vidündən, belə boyundan, kürəyindən, o sıfatından... Sıfatım göstərir. Görürəm ki, hə. Biraz bığlarım çıxır kalqotkadan. Görürəm ki, belə sözümü... Katibəmin kalkotkası deyə. Qoy sözümü deyim də. Güclə çıxarmışam Belə əynimi. uğru ola. Hə. O sifətindən görünür ki, sən sözü bütöv kişisən. Özü dediyi eləyəsən, kəs. Kəs də. Mən qana batırmaq istəyirəm. Deyən də, ana sən gələ, tezlə, 50.000 kəsirsin, ana. Kəsirsin bizim başımı ya. Qardaşım, başıma dönüm. Bura hər yer kameradır. Bura cəhənnəm. Çıxdım bayra. Bütün şəhər kameranın içində. Bir saatın içində səni hop-stop eləyirlər. Pulu əlindən alırlar. Özü basırlar içəri. Arvad uşaq da qalır çöldə yetim. Bu sənə lazım deyil. Ala, mən hər şeyi fikirləşmişəm. Götür, sən gələ, tezələ. Ay kişi, deyəm də. Sən də kişiliyin çatsın, zəng eləmə. Yaxşı, eləmirəm. Zəng eləmə, görüb doğrudan kəsir başını. Deyəm də elə bir. Qardaşım, bilirsən, Gözümə soğalam içəri. Kəsə mən gözümə soxmasın.
Hə, mən hər şeyi yaxşı hesablamışam. Tezələ sən gələ. Yaxşı da eləyirəm də. İmkan versin. Heç səndən gözləməzdim. Heç səndən Reyting gözləməzdim. lazımdır Yaxşı mənə. da bir dəqiqə də. Mənə də maaş lazımdır. Tez Oradan tez elə 50 min götür bura. Yox, 60 elə yaz 50. Hə. Gələ tez sroçlu gətir. Başımı kəsirlər burada, Tez elə. yazma heç yerə. Korporativ veçininkadan silərsən. Davay tez elə. Qardaşım, neçəm yaxşı fikirləşəsən. Nəyi? Neçəm lazım deyil bu. Ala tezələ pul gəlsin, baxaram. Hə, mən sizin hamımızdan ağıllıyam, eşidirsiniz? Deyirəm, Ada sən sus da. Sən sus. Sən çək. Kəs qardaş, kəs. Amma yavaş-yavaş. Sən də krupnu çək. qurbanlıq bayramı qutarıb, keçmə, mən qoyun zaman. Sən başına dönərəm. Sən mənim qardaşımsan. Mən tək gəlmişəm, sən mən Bir nəyim? dənə yana, sən mənim qardaşımsan. Gör nə deyirəm də. Sən bunun, bax bu bankinin başını elə kəsirsən ki, belə qan belə, elə axır, belə fıskırır belə bu kamerə. Uyda. Mənim də maaşım qalxır. Rentikdə bu çarx fələk olur. Başa düşdüm? Deməli, amma mən ağlayacağam. Sən mənə fikir vermə. Ağlamağımı da sənə göstərirəm. Qorxmaya işində ol. Yaxşı, bax indi. Həsən çəkdir. Xəstə sənə, burcu baş. Yalandan deyirəm də deyəm. kəsməyib Gəl ki. bura. Gəl bura məndən başla tez elə. Keçmə, ya sən qulaq asma o sözünü. Əziz tamaşaçılar, bizim çəkiliş qrupu bir dəhşətin şahidi olub. olub? Bankir oğruya pul söz verib aldatdığına görə bankirin başını kəsirlər. Bəli. Haçan olub? Oğru bankirin başını kəsir. Kəs qardaş. Genialna. Melikana yapma. Oğru mən Bravissimo, hacı. Gələm mən tamaşa oynamağa gəlmişəm. Çək mən də. Hə, ne oldu lan pot? Tez Ne oldu ol. lan pot? Ada de getirir de ne istersen benden. Getir de pulu. Hə, bax bunun kalkoskasını çıxartmışdım. Senin hünerin var bir de işe kalgotka ile gelsen. Gətir. Qoy bura. Yeme kadar pulu. Qoy bura. Yeri. Bax buradan 100 manat əski olsa, sən başını bir şeydən oynaşaram. Nə deyirəm, 100 manat əsik yolu o puldan. Manyaksınız. Pul burada siz böyle sayın da. Bunu götür de buradan. Ben sana daha neyini yemirəm ki? Ala, gir içəri. Tez elə. Yox, mənə bax. Ala tuşkancıq oxşuysan. Ay bankir. Apar bunu mən gəyə yerə çatdıq. Eşidirsən? Sonra oradan mənə zəng eləyərsən. Sayarsan ha, eşidirsən? Ay kalgotka baş. Yox, mənə bax. Bax, qardaş, sən mənə kişi kimi söz vermişsən, ha? O yetimlə mən yetimi, bax, çörəksiz qoymayam. Mənə maaş lazımdır. Reyting olmasa bir köpük də vermirlər. Xahiş edirəm sənə. Kəssə, bəs bayaqdan gözləyirəm, bunun başı kəsirdi. Bəs nə oldu? Bir Kur'anlıq bayaqdan səni söz verirəm. Elə də. Aslında! Zilotu yiyib el. Hə, nə oldu? Düzdür? 60 mindir, hə 10 mini qatda qoyacaq. O mənim idi, onu mənim idi. Tamam. Hə? Şah, kağızı da götürdüm. Öpürəm, gözlə. Gözlə gələcəm. Hə? Davay. Gəlin. Ala, bu neydi ala? Of. Heç nə başa düşmədim. Sən Pulu götür. Zəng elə polisə gəlsin, mənə aparsın. Niyə? Bilsən, qardaş. Çiynlərimdən yük töküldü. Bilsən, brat. Hə. Sizin yaxınlıqda bank var, ha. Var. Mən oradan kreditə pul götürmüşdüm. Hə. Ev aldım. Kreditdə ev də bilirsiniz də, türmə kimi bir şeydir. Təbrik edirəm. 25 il o krediti gərək mənim canım çıxsın verim. Düz deyil? Bax, indi mən buradan uğradığım pul var, ha. Var. Onu aparıb ödədim, kreditimi bağladım. Uzağı başı 5-6 il iş verəcəklər mənə. Fiso, zato 25 il kef eləyəcəm. Amma məndən ağıllı adam var. Halal sənə. Getdi. Get. Hələlik. Get. Çağır ha polisi, gözləyirəm. Buna bax. Mənə bax, bəs sən bankinin başını kəsəcəkdin. Mən reyting, maaş. Bu maçkan hərəkətini gördün. Adını kişi qoydu. Bundan kişi olar ki, sənin kişi başı var. Mənə bax. Bura gəl. Banki. Şalvarımı değişim derim. Sonra değişərsən. Bura gəl. İşin var sənin. Mənə ne iş? Gedək. Bunların hamısı manyaktır. Gedək kasaya. Oğru yaxşı ideya verdi ya.
Yaxşı fikirdir. Gedək kasaya, bir 50 min də mənə ver. Mənim də bu ipotekadan canım qutarsın. Bilirsən bankir, nə vecimədir? Orada, türmədə rezonans verilişini şəxsən mən mehriban aparacağım. Getdik. Sarımsak yiyeceksin. Bravo. Eskiden geleninden yani 2051. yıldan robot araba çıkacak. Ne lazım düşüyor? Ne ter olacak? He bir taraftan yaxşı olacak. Evlenmek lazım değil. Ne bileyim nişan, toy, parça biçtiği, ne bileyim ne zehti. Bunlar hiçbir lazım olmur. Girirsen internete, parametrelerini değilsen, gözü bu renkte olsun, saçı bu uzunluğunda olsun, bu renkte olsun, boyu, bokunu, bütün parametreleri değilsen, online zakaz alırsan, arbanı çattırırlar eve. Baba görme. Bu robot kadının kardeşi, atası, anası, bayisi olmur mu? Yoktular bunlar. Olur. Daha ne oldu ondan? Niye bilsen ki arvat dedin ha? Onlar olandan sonra ele gezici o arvat aldı. Ha, stop. Eşkör ne diyelim. Demeli bunu istedin istemedin. Bu robot arabasının yanında sana bir tane kaynana da verirler. Patronla. Robot kaynana. Ama bir yaşlı cahit oldu ki istersen bu kaynananın yanında tumanla gel. Ne bileyim söy, futbola bakanda kışkır, neyse sındır. Robot arabasını sal tepeğinin altında onun gözünde vardı. Onun bir reaksiyası olmayacak. Gel görüm senden bir söz sorsun. Bu robot kaynananı vermekte şirketin məqsədi, amalı nedir? Ne lazımdı o? Deməli burada bir mesele var. Bu arbat robotudur la adından göründüğü gibi. Kadın. Ha. Kadındır. Mutlak bunun yanında gıybet elemeye, kiminse dalınca danışmak, kiminse sümüğünü saymaya bir adam lazımdır. Ha, şöyle. Başa düştün yoksa ne olur? Platası yanar. Onda arvad olur zay. Ona göre kaynananı verirler ki seyre kimi mırtlaşsınlar. Kıymetleşsinler. Arva bile arva. Söz var deyir, yer aşık olanda Bu şehirde Takdim edin. yer aşık olur. Saz. Mayın 10'u ve 11'i sizi Heydər Əliyev Sarayına bu şehirdenin yeni Saz adlı Solo konsertinə davet edirik. biletləri onlayn şəkildə iTicket az saytından elde edebilirsiniz. gəlin, Gülün, əylənin, keyfiniz saz olsun. Bax bu sintezatordur. Yaxşı vəziyyətdə olanda deyirlər ki, saz kimidir. Amma saz yaxşı vəziyyətdə olanda heç vaxt demirlər ki, bu rulan kimidir, piyanı kitara kimidir. Ona görə də söz həmişə yaşayacaq, saz həmişə yaşayacaq, sözün sazın vətəni Azərbaycan yaşayacaq. Bəli, qətiyyən narahat olmayın. Danışdığımız kimi, bəli. Anasıdır, avariya, aha. Всё, narahat olmayın. Hər şey yadımdadır. O Sağ kurban oğlum ay doktor. Ay xanım bir də Alamadı oğlum. Ay şimdi bir də Alamadı oğlum. Ay qız sakin olun. Alamadı oğlum. Bura xəstəxanadır. Camaat dincəlir burada. Kesin bir dəqiqə. Kesin oturun. Alamadı oğlum. Sizin ananızı bura nəyə gətiriblər? Alamadı oğlum. Suyunu mayalanmaya, yoxsa kesirlə doğuşa gətiriblər? Az ne danışırsan Otur. koca arvatın ne sütü mayalamadan kesir az. 70 yaşı var. Nerede çoktan ölü. Siz biləsiniz ki, 70 yaşında arvadları bura elə diaqnozdan gətirirlər. Ay doktor sana kurban olun mademler onu buraya getirirler. Buradadır. Buradadsa burada olacaq da nə giriyor? Derler ki oy alamalama var ya düşün. Xanım, bir dəqiqə sakit olun. Bir dəqiqə sakit olun. Bura xəstəxanadır. Xəstələr dincəlir. Bir dəqiqə baxaq da, bu gün bizi avariya ilə 4 nəfər gətiriblər. O da Sakit dedim olun. soygırma olur ya. Sakit olun, baxaq görək hansıdır. Deməli, birinci.
Sən bu ananızdır. Aa, yok. Ananızdır. Sen bu kimdi? Yox, yaxşı. İkincisi. Burada. Qələndər ananızdır. Yok, kalender nerede? Qələndər ananız deyilsə, onda burada... Onda bu olacaq. Motosikletdə Bənövşə. Vay mataskilep be. Hafta olayım sen beni. Dən. Məmmədov Bənövşə Tofiq oğlu. Bu vəbşə çox maraqlı bir əhvalatdır. Deyirəm, kişi, sənin başın xarabdır. Sən buna uşaqlıqda Bənövşə adı qoyanda bilmirdin ki, bu yekəlib eşşək boyda bir kişi olanda buna hamı ələ sat. Deyir, nağayrim, ay doktor. Allah mənə qız vermədi ki, anamın adını yaşadım. Ona görə də oğluma qoydum. Məmmədov Bənövşə Tofiq oğlu. Vay çıkazlara. Ey anama. Və burada dördüncüsü qalır, ümidvaram ki, o da olmaz. İnşallah. Əsmər, anan... Oy, Esmer, oy. Ana. Kto? Ana. Ana. Mama. Mama. Ana. Ne olur ona doktor. Vay. Lay lay Yok. lay lay. Yox, hələ laylaylıq deyil. Hele. Hələ vaylıqdır. Siz bilsəniz, sizin ananızı bura hansı diaqnozdan gətiriblər, onu keserdən doğuşa gətirsəydilər, ondan mərfətli olardı. Oy, az öldüm demiyorum. Ne olur ona. Heç nə, içkili vəziyyətdə avar eləyib. İşini de lazım bana bir şey için demiyorum. Koca arvattı. Bilmirəm. Narahat olmayın, belə elə də bir şey yoxdur. Prosta bir balaca xəsarətləri var da bədənində. Hele. Hə. Bu senin şatkamer olsun arasında. Demək olar ki, hər yerində. Yeter yani bir balaca alacak her yerinde. Az da ağ su perivalından maşınla aşan adamın xəsarət hər yerində Ay, olmalıdır da. daha denən- Deməli, sol ayağında 4 yerdə, sağ ayağında 2 yerdə, sol qol demək olar ki, plastilindir, yoxdur. Və bir balaca da başında. Mən eləyə bilərəm, lazımsa mən onu eləyə bilərəm. Denen. Və bir balaca da belə başında danqaman atdığı boyda belə şirin, açıq kəllə beyin travması var. İtin oğlum onu görmez. Mən it saxlamıram. Başının biti oğlum hadi oğlum. Xəstəsən ağlın özünə getməsin. Hər həftə vaxtında kraskası kulağını götürürsən. Zaratkası ölmüş, telefonunun adaptır. Oğlum hadi doktor adam. O lazımlı şeydir. Yaxşı dur ayağa. Bir şey fikirləşərik. Dur ayağa. İndi mən internadan olan tələbələrə sənin ananın üzərində dərs keçməliyəm. Mamamın üzerinde ha? Yox, bəs mənim mamamın üzərində. Bizim fərqi yoxdur. Əsas xəstə olsun. Otur. Dərs keçəcəm. Ondan mən icazə verərəm, sən onu görəsin 1-2 dəqiqəlik. Amma sakit. Eşitdin? Səsi Sənin mama. deyirəm axı sakit. Otur. Bir söz deyim. Yaşa. Ən azından qəlblərdə yaşayacaq. Hiç olmasa şansı var. Var. Dolların 78 qəpik olmaq şansı qədər. Daha neden yoktu da benim anam Hurustal kimar vardı. Ananız elə xurustal kimi də cili olub. Yaş. Doktor saat kurban. Bak pul ne kadar lazımdı deneni evi satın, maşını satın, erimi banka zalog koyup pul de, bana pul de. Nə pul? Pul nədir? Bura dövlət xəstəxanasıdır. Sizinlə burada pul söhbət eləyən olub? Yoxdur. Ola da bilməz. Burada pul söhbəti yoxdur. Понимаете, yoxdur. Ne vaxtdan? Düz 30 ildir. Düz 30 ildir ki, bura dövlət xəstəxanasıdır. Başa düşmürsən, yoxdur burada pul. Yok hiç soruşuram ne vaxtdan dövlət xəstəxanasında pul söhbəti yoktu. Doluf sen ne? Onu elə təklif eləmirlər hay-küy ilə. Nəysə, ya burada sakit oturursunuz ananızı görmək üçün, ya da Kirimiş duram, içimde ağlayacağım. 3-cü mərtəbə morqa basacağım. İçimde Sakin. ağlayacağım. İçimde ağlayacağım, onu görmek istedim. Orada o avariyadan çıxan Əsmər xanımı, priz v studio. Allah. Güzgülərlə işlət, ala bax. Asta.
Biraz sola götür. Budur. Dedim axı sakin. 2 dəqiqədə vaxtınız var. Senin anan değil lan, benim anamdır. Mama. Sakın ol vay mama, mama, Xanım, ay mama. xanım. Yadımdan çıxdı sizə deyim ki, Bunun salamat yeri kalmayıp. yadımdan çıxdı sizə deyim ki, bu qulağı da işləmir daha, xəsarət al. O birisine qışqırın. Mama! Sen ol vay mama. Dağdan dıbırlanan ceyranım oy. 1 dəqiqəniz qaldı. Oy, oy. Ha doktor bunun başı niye böyle uzanıp? Ay kaç dolar 3 manat olaydı sağ hiç ne olmayaydı. Ay mama, ay mama, ay mama, ay mama. Oy. Şo, Oy. şo. Vaxtınız bitti, qələmləri qoyun yerə. Kesin oturun. Kesin oturun, xahiş edirəm, sakit. İndi tələbələr gəlir, internada olan tələbələr. Səsiniz çıxmasın, mən dərs keçirəm. Bax belə, bax belə. Orada internada olan tələbələri dəvət edin, gəlsinlər. Hasan oğlum. Dedim axı keçin yerinizə, sakit. Yeter oğlum. Salam uşaqlar, xoş gəlmişsiniz. Bugünkü dərsimizi... Bunlar kimdi? Bunlar Azərbaycanın gələcək həkimləridir. İstedadlı həkimlər. Hile. Kardeş anamdı bırakıp dağdan. İcazə verin, o işləri mən danışım. Oturun. Anası dıbırranır. Deməli uşaqlar, ilk növbədə xəstəni qəbul etməzdən qabaq nə etmək lazımdır? Xahiş edirəm bu suala fikirləşib dəqiq cavab verəsiniz. Xəstəni qəbul edən nə etmək lazımdır? Nə etmək lazımdır? Nə etmək? Ağlamak lazımdı yanalar başına. İlk növbədə xəstəni qəbul edəndə onun tarixçəsindən tanış olmaq lazımdır. Bilmək lazımdır ki, nə olub. Onu bura gətirən qohumların maşınlarına baxmaq lazımdır ki, hansı maşınlardır. Onun əynində paltarlara baxmaq lazımdır ki, brenddir, yoxsa yox. Başa düşürsünüz, aydındır. Belə. Ondan sonra biz qərar verə bilərik ki, bu xəstə bizim xəstəxanada müalicə ala bilər, yoxsa yox. İkinci, xəstənin qohumlarının qarşısına çıxanda nə etmək lazımdır? Sizdən soruşuram. Xəstənin qohumlarının qabağına çıxanda boynunuzda mütləq fenandoskop olmalıdır. Qoy onlar elə bilsinlər ki, siz doğrudan da savadlısınız, ağıllısınız. Və ən başlıca, üçüncü, xəstə katalkadan, xərəkdən, kalyaskadan yerə düşərsə, nə etmək lazımdır? Ağlamaq lazım deyil. Elin üstüne. Nə etmək lazımdır? Təbii ki, bilmirsiniz. Xəstəni 3 dəfə öpüb gözümüzün üstünə qoymalıyıq. Çünki o xəstə deyil, o bizim təndir çörəyimizdir. O bizim lavaşımızdır. O bizim kürə çörəyimizdir. O bizim fransuski bagetimizdir. O bizim nemeski buluşkamızdır. İtalyanski çabatamızdır. Çox, büyünü bu qədər. Azadsınız. Mən də gedim görüm, palatalar abxod eləyim görüm, kim banandan, apelsindən nəsə gətirib, siz isə xanım. Kirmiş oturacağım. 2 dəqiqə, ananızla baş-başa qalın. Az da öyle 2 dakika. Yaxşı. Kirmiş duracağım. Sesim de çıkmıyor. Kirmiş oturacağım. Ayza! Seni valasalan. Azem ne dar oldu dağdan dımırlandın. Ay mama sana kurban olarım ay mama. Gözümün ışığı ay mama. Bilirəm, hamısını mənim ərim onun səndən səhləsi gedir daha, bilirsən. Bilirdin, yaksa verdi ağa, yaksası da yoktu ay mama. Can. Atıp senin maşının altına gelsin de onun payını vereceğim. Belki de ben günahlarım diye çıkıp çek ama. Mama. Sağ hamsını açıp diyeceğim. Biri sen mama.
Ama əsəbləşmə, sağ əsəbləşmə olmaz. Siz məni gücdən verdiniz, mən sizə anlattım ki, güya mənə ərbi istəyirəm. Ərə getmək istəyirdim, la. Heç onu istəmirdim. Getdim sonra uşaqlar olandan sonra biraz istəyişdim ona. Baba, həmişə yalanda sən canına and içirdim qaynanama. Ona deyirdim ki, sən mənim anamdan da artıqsan. Onu görün vırğın vursun təpəsindən. Təpəsindən vırğın vursun. Bax, burada sənin əvəzimə o uzanmalıdır. O köpəyin qızı uzanmalı. Ay baba. Ay baba, mən qələt eləmişəm. Mən qələt eləmişəm. Baldızımın şəklini Facebook'a qoyub, öz profilimdə daha kişilərlə kiş danışmışam. Danışdım, nişanı qaytardım, rahatladım. Bu ne, başıma ne iş geldi? Mama, mən bir də qaynatamın çayına yuxu dərmanı qatmayacam. Ki daha məndən çay istəməsin. Onu görüm azlar içsin çay yerine. Sağ qurban olun. Bax, sən tək ayak üstə qalq. Mən bütün bunlara görə sənin gözün qabağında onlardan üzr istəyəcəm, ay baba. Qaynana belə bilir ki, Rəmsə, qızımın adını, onun adını qoymuşam. Daha bilmir ki, Rəmsəni tərsini oxuyanda Əsməri eləyir, sənin adındır. Ay baba. Ay baba, bilirəm, səhv eləmişəm, qələt eləmişəm. Tək ki, sağ heç də olmasın, ay baba. O, getdi özündən, ay baba. Az bir əliniz adını tərfətdi, ağa. Salam aleyküm, xeyr iş, nə vaxt az? Nə xeyr iş, hə? Gözünə gizli xeyr iş. Qaynanamın iynəsinin həkim vurub. Vurub. Qaynanaların iynəsini gərək vaxtında vurasan. Batasan sən iynə. Az. Nə qarırsan, həm anlama. Az, mən heç söz eləməmişim anana. Bu... Səndən də ölüdür. Həkimlə danışdım. Bu 2 gün ərzində yanına gəlib getmək olar. Amma ən yaxınları gəlib getməlidir. 2 gündən sonra nə olacaq? 2 gündən sonra onsuz da yaxından, uzaqdan gələnlər əziyyətimizi halal eləyin. Dilin davağa yanırsın, ay kişi, dilin davağa yanırsın. Az istənmə, yaxşı olacaq, idarıq. Sən elə bizə bilirəm, sən dedin ki, gedib ananı rayondan gətirin. Dedim. Onu burada həkimlərdən keçirdim. Dedim, hə. 8 vardı, Novruz bayramı bizdə qaldı. Ay sağ ol, hə. Aparıb atırsan arvadı maşının altına. Sən səni məhkəməyə verəcəm, mənim telefonumu alır. Vereyim məhkəməyə, amma vallah mən eləməmişəm. Vallah özü Və eləyib. nətər olub? Və həkimlər deyir ki, bunun qanında ıspırt tapılıb, nə bilim, maşın sürüb. Yaxşı, mən yalan deyirəm. Həkimlər ki, görsən, deyir, spirt tapıblar. Nətər olub Az ki? imkan verdin, ha, danışım nətər olub. Getdim mamanı rayondan götürdüm. Bakıya gəlirdik. Yolda gələndə Ağspervalından gələsi olduq. Hə. Orada maman o restoranların qabağından keçəndə birdən dedik, kürəkən. Bu restoranlarda qəşək kebab verirlər, ha. Dedim, sağ olay xala, sən harda bilirsən? Dedə, səyyədə, buralar mənim cavanlıq oylağım olub. Sən danışma, mənim anamın ağzında protez var, su yiyəndə protezi düşün, qabın içində, nə kebab, hə? Nədən sənə? Özdə belə dedi ki, uzaqlara baxa-baxa dedi ki, kürəkən, nəsə hiss edirəm ki, bugün sana ürəyimi açacağım. Nəsə, fırlatdım restoranın birinə, otduq. Otduq elə, xalodun zad belə yüngül afsant gətirirdi ki, Yavaş danış. Bana qayıtdı ki, kürəkən, Ruslar belə çiskinli, yağışlı, soyuq havada bilirsən nə deyir? Dedim, nə deyir xala? Dedi ki, Ruslar deyir ki, pagoda şepçet. Yəni, hava pıçıldayır, hana? Deyən, birini gətirsinlər, bir 50-50 vuraq. Kim dedi? Mamam deyir, hana? Mamam dedi. Hə, mamam dedi. Sən təpənə daş düşməsin, yazıqsan uşaqların yetim. Qalan mənim anam 30 ildir namaz qılır. Sən nə arağa, nə şəradırsan qalmanın üstünə. Mən də elə bilirdim namaz qılır. Çox görmüşəm, içki içib gəlib ağzını yaxalayıb namaz qılanlardan. Nəysə, dedi ki, indi deməsin. Sağdır hələ, bay. Lenin də sağdır, qulaq as. Dedi ki,
Davay. Süzdü nəsə, birini vurdıq, ikincisini belə biraz xalodundan didişdirdi, bana qayıtdı ki, kürəkən, bilirsən ki, Ruslar bu momentdə nə deyir? Dedim, nə deyir xala? Dedim, mecdu первый, второй перерывчик небольшой. Ne demekti ki? Deyən kimi taraf ikincisini vurdu. İkincisini vurdu. Nəsə gördüm arvadın gözlərində belə dəhşətliklər gedir. Arvad qalxdı ayağa, dirəşdi belə stola, baxdı gözümün içine. Dedi, küçük, bana bir sigaret. Anam dedi. Anam dedi, ha? Bu seni yalana belələsən ha, yalana belələsən. Ne şəratırsan bu arvad? Az mən şər atıram, ben hardandır bunun qanında o spirt? Mən deyirəm, həkimlər tapırdan ha? Ben yeter olur, avarya olur, anam kurt kaçın olur, sana hiç ne olur? Az zora gəlib çatıram, dana imkan vermir sana, zalımın Danış. kızı. Neyse arvad durdu, belə gözümün içine baktı, sigareti yandırdı, koydu davağına, dedi, o gədə, maşının açarını bura ver. Dedim, xala, neyinimsən maşının açarını bir... Bana qayıtdı ki, malçat, şinok, kulçikam, ne? Ne açar vurduysa, güldüm cemaat bakıp bir avuçluğu tez çıkarttım açar, dedim, ana, sakit. Neyse götürdü maşın açarlarını. Benim anam Rusça bilir, balça sonuk ne de? Azerbaycan dilinde güçten danışır bu. Benim anam ne şer... Ne şerböştansan sen? Bu çopolun arağı var. Onu vurandan sonra adam hansı dille istersen danışır. Bu adam var ki içenden sonra İngilizce ana muğamı diyor. Danış. Ben canım için. Aldım elinden açar da gördüm cemaat bakır. Ben dedim da ben buna baş koşmayayım. Dana eşek gibi piyandı. Neyse arvat gitti. Maşının kapısını açtı. Magnetofonu yandırdı. Orada bir tane disk taptı. Diski ana bana fırlattı. İstediği mahnını taptı. Tapan kimi 4 tane kapının 4'ünü açtı. Bagajniki açtı. Dedi sapojnik, zuvuk. Başladı oynamaya, okumaya. Badem şerabla dolu, sinem suvarla dolu. Neyse başladı oynamaya. Mama. Komşu stollardan bak, telefona çəkənə bak. Fışqa verənə bak, çapan çalana bak. Öldüm dana, orada yer aralanmadı ki, girim Aksu'dan belə yeraltı gelin Bakıya. Basaydın daga başına basaydın. Yeter basmaz. Kışkırtısı basıp oranı durmuşuk yolun kırağında düzgün. Spor gelir. Kino değil kino. Durmuş yolun kırağında maman bak belə. Bir elinde sigaret belə. Nefesi kesildi. O burçı eli saçlarında biraz. Donu buradan kalkır. Kofta buradan kalkır. Göbek kalır bayırda. Buradan zaten liyamkası sallanır böyle. O 20 o zattan giymiş lamka ne de? Bilmiyorum neyse. Düzgün spor gedir yolun kırağında. Bak şov hele bundan sonra başladı. Çağırdı afisantı. Buraya Aygədə. Afisant geldi. Çıkarttı pensiya kartını dedi. Bu senin çay oyun kodu da bu. Ne pensiya kartı? Verdi canım. Kodun da mı dedi? Kodun da dedi. Kodun Eşittin da mi dedi. kodun? Hakkı hesap durmuşuk yolun kırağında. O Aksu pervanına ağzı yukarı ağır kalkan kamazlar var. Anana signal verir. O momentdə elə bir sənin yox, mənim anamı soğudular. Onlar da qınamıram. Yol qırağında bu vitdə duran arabada kim ana başı gözündən baxar? Basaydın daga başına basaydın. Az be. Saçından tutup basaydın. Az. Qeyriyyətin itin olsun Az. sənin. Kino deyil kino. Mümkün deyil Danatay. Gördüm ki ta bu bana qayıtdı botaya maşına. Dedim xala bəlkəm dedəm maşını özüm sürəcəm. Dedim xala bəlkəm dedəm maşını məndən bomba oğlan sürəcək. Ta gördüm ki burada spor eləməyin yeri yoxdur. Çəkildim durdum qıraqda. Anam getdi otdu maşına. Belə. Otdu maşına. Bu da skorusdan da çıxartmadı. Mexanika da. O vaxt sana dedim ki az gel karovka avtomat alaq. Dana dedik yok ucuz olur mexanika. Qardaşın Heç skorusdan da çıxartmadı. Haçarı bastı ora. Maşın vuv elədi qalxdı göyə. 14 kilometre Asperbanla. Təpəsiz də maşın girir. Afsatlar, qonaqlar,
Aya özüm qaçdıq, çatdıq arvadı, gördüm arvad yapışıb rula. Oy canım ana. Qapını açdım. Dedim arvad özündən gedib, çatdım, otuzdurdum kökün üstündə. Aya bunu özünə gətirmək üçün buna bir şillə, iki şillə. Saçacam. Ali kız kurusun. Hele onda bunu sifətin bugüne koyuyorsun. Çatlardan biri qaytar, belə dur. Mən aydacam ona. Bir təpi, bir şillə, təpəsində yumruq, nə bilim nə. Baş üstə sirkələmək. Zat birdən qolaqların üstündə bir yaşası vardı, qaçıya. Belə dur, mən həkiməm birinci yardım. Arvadı uzatdı yerə. Ay, arvadın sinəsinin üstündə kenguru kimi nətər hoppanır. Arvada nətər nəfəs verdisə, arvad şişdi. O doşan qulaqlı şarlar var ya, onlar kimi. Əvvəl bir tərəfi şişirdi, sonra bir tərəfi şişirdi. Ay, hopşum, kino, dana kino. Görmə, dedim belə qaçın arvad öldü. Arvada açmaq lazım, biraz su. Gördüm, ay bir dənə çay axır. Dedim, ay qadan qızanım, bunu götürün, belə basaq elə yavaş-yavaş suya. Götürdük, nəsə arvadı ehmallıca qoyduq suya. Nəsə bir 10, 20 dəqiqə, 30, 40, 50, 70, bir saat yarım suda uzandı. Öyle orada boğulup da balık hiç o kadar kalmış suyun dibinde küt tepenize. Canın üçü üzü yuxarı uzatmışdım arvadı. Mamırı çay daşının üstünə qoymuşdu. Başını belə suda belə saçlarını şəlalaya. Rəhmətli yerlə bilsən sağ idi. Hə. Bir saat yarımda orada uzanandan sonra gördüm yok. Mümkün değil. Dedim arvadı Bakıya aparmaq lazımdır. Skor çağıraydın da. Ha, Skor çağıraydın da. Çağırdım da lan skoru. Skor geldi mənə Aksu'dan Bakıya 200 manat pul deyil. Dedim mən tutmuşam buradan. Vereydin da. Cüzbatın yoktu. 3 butul qaraq içmişdi. Hamısını ona vermiş, şotu vermişim. Neyse gördüm ayım, ben gördüm başı tərəfə bir boş evakuatör geldi. Dedim əsaqla. 80 dedi, 60'a danışdıq. Ananın maşın qarışıq qaldırdıq evakuatora. Gətirdik Babək prospektində bir dənə profilaktoriya düşürtdük. Gördüm elə profilaktörün həyətində bir gədə per aşkı arabada. Elə 2 manat verdim, kakraz acından ölürdüm. Ananı da qoyduq o kalaskiyə gətirdik bura. Ondan sonrasını bilirsin. Arabada can veren adam o. Senin bilirəm. Məqsədin oydu ki, bu arvadı püsküdən qoyasan. İstədiğinə çatdın, sən öl, boşanacağım səndən. Boşanacağım, səni də məhkəməyə verirəm, uşaqlar da çıpta qanı. Yaxşı eləyirsən. Əldəkmə mənə. Boşanarsın, boşan. Amma qoy sözümü deyim sonra. Ananı getdim rayondan gətirdim. Budur. Yox. Mənə sürpriz elə. Analizlərin hamısını vermişik. Sonra Uzi'dən zatdan keçib, anan turp kimidir. Yuxarı mərtəbədə, palatada oturub səni gözləyir. Ben bu kimdir ağlayıram sabah. Gördüm figurasından. Bizim tərəf, bacımdan ha. Az qaldı dana başına. Gördün? Sən ağlayım elə, sən ağlayım. Bacımdan pirkol elədik, bayram pirkolu. Səni doladık ki, biraz deyək gülə. Təpənə dəsin. Avar zad olmayıb, qorxma. Pirikolun təpənə dəsin. Nəfəsim Deyəm qalmıyor. mən başqa var elədim axı. Qalxırsan yuxarı. Get, sən get gələcək. Yax, tez elə, da gözləyirəm, evə gedir. Yaxşı, daha yaxşı. Batasan səni, dur ayaq az mən bilməzdim sən belə şitsən. Dedilər hamısını eşitdi. Az mənim nə var hamısı dilim, ürəyim təmizdir, vallahi. Vallahi ürəyim təmizdir. Belə də ki, Allah qoymasa, sən ərə gedərsən, məni başa düşərsən. Az güdək bu sıfatındakı o zilzibili açmaz. Tutma doğmanı yadı, Bu şəhərdə Təqdim edir. fani dünyadı. Doğma macı tam başkadır. Saz. Yeni solo konserti. Başkadır, verdiğini şan verecek, verdiğini şan verecek. mayın 10'u ve 11'i sizi Heydər Əliyev Sarayına bu şəhərdənin Yeni Saz adlı solo konsertinə dəvət edirik. biletləri onlayn şəkildə iTicket Az saytından əldə eləyə bilərsiniz. Çəkimdən xəbərin varmı? Çəkimdən xəbərin varmı?
Saz havası gəzir bal dodağında, dəniz meşə üstü qarlı dağların. Nə gözəldir adı Azərbaycanın, nə gözəldir gözü Azərbaycanın, nə gözəldir sözü Azərbaycanın.